Bizim yazdığımız məktubları barədə niyə tədbir görülməməsinin böyük sahibkarı Fuad Ələsgərovdur. Fuad Ələsgərov Murtuzoğlu. Bu şəxs birbaşa Azərbaycan xalqına qənim kəsilib. Bu kimdən nə şikayət edilirsə, nə məktublar yazılırsa, prezident administrasiyasına bu oturduğuna görə, bu şəxs oturduğuna görə sizin yazdığınız məktubları kiminki xoşuna gəlirsə baxır, cavab verir, kiminki xoşuna gəlmirsə, cırıb elə orada da məhv eləyir. Azərbaycan Respublikasının prezidentinin köməkçisi olan Fuad Ələsgərov Murtuzoğludur. Köhnə Milli Məclisin sədri Murtuz Ələsgərovun oğludur. Prezident administrasiyasının köməkçisi olmamışdan əvvəl hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri olub, rəisi olub, belə deyim sizə. Və ona görə bütün rəislər bu adama bağlıdır. Yəni ki, nə şikayətlər gedirsə, nə şikayətlər, hansısa bir rəisdən şikayət olunursa, bu adam o barədə tədbir görür. Və bu da tədbiri nətər görülür? Mənə deyilən iddialara görə danışıram bunu. Bu Fuad Ələsgərov həmən rəisi çağırır yanına, tutaq ki, Zülfiqar Orucovu çağırdı yanına və deyir səndən şikayət var, belə bir adam səndən şikayət eləyib. O da konvertdə onun payına düşən payı ötürür və şikayət də burada xitam verilir. Prezidentə çatdırılır ki, qərəzli məsələdir. Yəni ki, dəqiq bir şey deyil. Sadəcə bir şəhər böhtandır. Deyib keçirlər üstündən. Amma biz bunu daha çox ictimai qınağa gətirsək, bəlkə Binəqədi rayon ərazisində baş verən hadisələri daha çox işıqlandırmış olarıq, daha çox bərkəm bir tədbir görərlər. Elxan Allahverdiyev, 3 dənə şirkəti var bu adamın. İcra başçısı olmamışdan qabaq bu adam biznesmen olub. İndi hal-hazırda da yenə öz biznesinə davam edir. Prosto sadəcə oğlunun adına keçirdi bütün biznesini, özü icra başçısı adı ilə vəzifədə oturub. Biz bilirik ki, Azərbaycan Respublikasının konstitusiyasına əsasən heç bir vəzifədə olan bir şəxs biznes idarə edə bilməz. Bu adamların amma hərəsinin öz adına da olmasa, kimlərinsə adına, öz yaxınlarının adına, dostunun, tanışının, qohumunun adına milyonlarla yatırım etmiş biznesləri var. Zülfiqar Orucov barəsində çox video çəkmişəm. Bu adam Sultəpə, Xocəsəndə yaşayan əhaliyə qan utdurur. Şeytanın belinə ağlına gəlməyən şəhər böhtanı bu adam eləyir. Bundan qabaqçı videolarımda, sübut istəyirsinizsə, bundan qabaqçı videolarımda gələn rəylərə baxsaz, 300-400 nəfər rəy yazıb və hamısı da təsdiqləyir ki, bu adam necə adamdır. Yardımlıda qazini döyüb öldürüb, Səbail rayonunda işləyərkən orada da dinc dayanmayıb, orada da ürəyi istəyən hərəkət eləyib. Zülfiqar Orucovdan gedir söhbət təbii ki, hal-hazırda. İndi də 40-cı bölmədədir, Sultəpədədir və yenə də bu adam öz ideyalarının dalıca gedir və hətta deyir ki, yenə də təkrar deyirəm, Vilayət Eyvazovun xalası oğluyam deyir bu adam, özünü elə tanıtdırır. Solmaz xanım mənim xalamdır, Süleyman kişi də mənim dayımdır, adı ilə mənə heç kim basa bilməz. Belə bir şüarla bu insan cəmaata qan utdurur. Və ürəyi istəyən evləri dağıdır, sökdürür, kimlər ki pul verməyib, kimlər ki daşın üstündən qoyub tualet tikmək istəyir. Bu adam imkan vermir ki, cəmaata ki tualetini tiksin, hamamını tiksin. Mənə pul verməsən sən bu yeri tikə bilmərsən. Konkret bu adamın fikri budur, yəni ki bu üzrə davam edir. Heç belə vecizinə deyil bu insan. Vilayət Eyvazov, əgər bu video necə ola bilər ki, sizin qabağınıza çıxmasın? Yarım milyon adam baxıb. Əlin Ağayev, sizin qarşınıza çıxmadı bu videolar. Yəni bu qədər mən danışdım. Bunları boş-boşuna danışmaram ki, mənim bilmədiyim bir mövzudur. Mənə bu haqda məlumat verilib ki, mən bunları danışıram və bunu sübut eləyərək, sübut lazımsa sizə, girin rəylərə baxın. Bunu hər kəs sübut eləyir. Korrupsiyaya qarşı mübarizə, baş prokurorluq, xahiş edirəm, bu saydığım şəxslər barədə bir tədbir görün. Bu insanlar Binəqədi əhalisinə qan utdurur. Yəni bunu tək mən demirəm, YouTube'da neçə il bundan qabaq olan videolar da var, yeni olan videolar da var. İstəsəz lazım olsa sizə aşağıda göstərirəm, baxın, cəmaatın evi necə dağıdıblar. Hal-hazırda bu davam eləyir, yenidir. Bu barədə bir tədbir görün.